Salam. Bugün dahi dediğimiz zaman ağlımıza gelen hər şeyi kökündən dəyişdirə biləcək çox maraqlı bir mətni təhlil edəcəyik. Gəlin görək, gündəlik həyatda tez-tez işlətdiyimiz bu sözün arxasında əslində nə qədər dərin bir məna gizlənir? Yəqin ki, ilk ağla gələn budur, elə deyilmi? Hansısa sahədə inanılmaz bacarığı olan birini görən kimi dərhal ona dahi deyirik. Bəs doğrudan da dahilik sadəcə istedadın ən yüksək zirvəsidir. Bax, təhlil etdiyimiz mətin deyir ki, bu heç də belə deyil. Bəli, tamamilə yanlış. Bu mətnin müəllifi iddia edir ki, daxiliyi istedadla eyni tərəzinin gözünə qoymaq böyük bir səhvdir və bu iddia bizim bütün müzakirəmizin əsasını təşkil edəcək. Hazır olun, çünki bu fikir təsəvvürlərimizi alt-üst edə bilər. Yaxşı, gəlin bu məsələnin dərinliyinə enək. Müəllifin qoyduğu ilk və ən fundamental qayda budur. İstedad və dahilik tamamilə fərqli anlayışlardır. Söhbət fərqli səviyyələrdən getmir. Söhbət tamamilə fərqli kateqoriyalardan gedir. Baxın, bu cədvəl fərqi çox aydın şəkildə göstərir. İstedad, məsələn, Bax ailəsində olduğu kimi, nəsildən nəslə keçə bilir, çox vaxt riyaziyyat və ya musiqi kimi konkret bir sahəyə aid olur. Amma dahilik, o tamamilə fərdi bir şeydir, irsi deyil və ən əsası, hər hansı bir sahə ilə məhdudlaşmır, yəni universaldır. Müəllif bu fərqin nə qədər böyük olduğunu vurğulamaq üçün bax bu ifadəni işlədir. Bu sadəcə bir dərəcə fərqi deyil. Bu sanki iki fərqli dünya, iki fərqli aləmdir. Biri bacarıqdırsa, digəri bir varlıq formasıdır. İndi isə gəldik məsələnin ən maraqlı və ən dərin hissəsinə. Yaxşı, əgər dahi ixtisaslaşmış deyilsə, bəs o nədir? Müəllifə görə dahiliyin açarı onun universallığındadır. Bax, bu cümlə bəlkə də bütün mətnin ürəyidir. Anlamaq sadəcə başa düşmək deyil, anladığın şeyi öz içində, öz varlığında daşımaqdır. Gəlin görək, bu praktikada nə deməkdir? Bu necə mümkündür? Düşünün, Shakespeare və ya Zola kimi yazıçılar bir-birinə bu qədər zid olan personajları necə yarada biliblər? Mətnə görə səbəb odur ki, onlar bütün bu insan tiplərini, qəhrəmanı da, cinayətkarı da, müqəddəsi də, günahkarı da, potensial olaraq öz daxillərində daşıyırlar. Onlar bu xarakterləri anlayırlar, çünki o potensiallar onsuz da onların içində var. Deməli, əsas məsələ budur. Dahinin daxili dünyası sanki bütün bəşəriyyətin kiçik bir modelidir, bir mikrokosmosdur. O sadəcə bir sahədə yaxşı olan biri deyil, o mahiyyətcə daha zəngin, daha çox cəhətli bir varlıqdır. Yaxşı, bu anlamaq tərifi bizi çox qəribə və maraqlı bir fəlsəfi suala gətirib çıxarır. Əgər anlamaq belə bir şeydirsə, onda bizim özümüzü dərk etməyimizlə bağlı çox qəribə bir nəticə ortaya çıxır. Məntiqlə düşünsək, bu sual yaranır, elə deyilmi? Bir şeyi anlamaq üçün ona sanki kənardan baxmaq lazımdır. Yaxşı, bəs biz özümüzə necə kənardan baxa bilərik ki, axı biz özümüzün içindəyik? Və budur müəllifin gözlənilməz amma məntiqli cavabı. Özünü anlamaq üçün sən həm baxan, yəni subyekt, həm də baxılan, yəni obyekt olmalısan. Bu isə mümkün deyil. Deməli, biz heç vaxt özümüzü tam anlaya bilmərik, ancaq başqaları bizi anlaya bilər. Belə mürəkkəb, belə zəngin bir daxili dünyaya sahib olmaq necə bir hissdir? Gəlin indi də dahinin həyatındakı o dramatik eniş-yoxuşlara, onun psixoloji və əxlaqi tərəflərinə nəzər salaq. Müəllif dahininin həyatını çox maraqlı şəkildə təsvir edir. Bu sabit bir yüksəliş həddi deyil. Dahi hədsiz yaradıcılıq və məhsuldarlıq dövrləri yaşayır, sonra isə dərin bir ümidsizliyə, fəaliyyətsizliyə qapılır. Amma hər belə dövrdən sonra o sanki daha yüksək bir səviyyəyə qalxır və özünün yeni bir tərəfini kəşf edir. Bəli, bu çox vacib və haqlı bir sualdır. Əgər bir dahinin içində cinayətkar potensialı varsa, bu o deməkdirmi ki, o əxlaqsız biridir və ya pisliyə meyillidir? Və cavab doğrudan da dahyanədir. Müəllif deyir, xeyr. Bir impulsu anlamaq, o impulsla hərəkət etmək demək deyil. Dahidə o cinayətkar impuls, onun içindəki minlərlə başqa potensial, müqəddəs, filosof, şair tərəfindən tarazlaşdırılır. Və nəticədə o impuls bir cinayətə yox, məsələn, Zolanın bir romanına çevrilir, yəni sublimasiya olunur. Yekuna doğru yaxınlaşırıq. Gəlin bütün bu deyilənləri cəmləşdirib, müəllifin əsl dahi dedikdə kimi nəzərdə tutduğuna baxaq. Bu, bizim dahi haqqında bildiyimiz hər şeyi dəyişir. Bu çox cəsarətli bir iddiadır, deyilmi? Yəni, müəllifə görə biz Beethoven musiqi dahisidir deyəndə səhv edirik.
O sadəcə bir musiqi dahisi deyil, o universal bir dahidir və o öz universal anlayışını, bütün dünyanı dərk etməsini ifadə etmək üçün sadəcə musiqi dilindən, yəni istedadından bir vasitə kimi istifadə edib. Onu da qeyd etməliyik ki, mənbə mətndə müəllifin öz dövrü üçün xarakterik, amma bugün üçün çox mübahisəli sayıla biləcək bir fikir də yer alır. O iddia edir ki, dahilik kişiliyə xas bir xüsusiyyətdir və qadınlar üçün əlçatmazdır. Biz bunu hər hansı bir şəkildə dəstəkləmədən sadəcə müəllifin mətndəki arqumenti kimi sizə təqdim edirik. Və nəhayət, müəllifin dahiliyə verdiyi son, poetik və biraz da təxribatçı tərif. Dahi, heç nə öyrənmədən hər şeyi bilən insandır. Təbii ki, burada söhbət ensiklopedik biliklərdən getmir. Söhbət, insan təbiətinin və kainatın dərin intuitiv anlayışından gedir. Mən də bu təhlili sizi düşünməyə vadar edəcək bir sualla bitirmək istəyirəm. Hər kəsin get-gedə daha dar bir sahədə mütəxəssis olmağa çalışdığı indiki dövrdə belə universal bir anlayışa, universal bir dahiyə yer var. Bəlkə də bizim dövrümüzün əsl dahiləri fərqli sahələr arasında körpü qura bilən bu cür universal zəkalardır. Bu barədə siz nə düşünürsünüz?